İndi isə fikirləş ki, nə qədər insanın haqqına girmisən, nə qədərinin qeybətini etmisən, neçəsini ələ salmısan, nə qədərinə zülm etmisən, kimlərin malını haqsız yerə yemisən və onların heç birinin haqqını ödəməmisən. Məşhur hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrinə demişdir: Bilirsinizmi müflis kimdir? Sahabələr, ey Allahın elçisi, bizə görə müflis pulu və malı olmayandır deyə cavab verdikdə, o belə buyurdu: Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc, zəkat ilə gəlir, lakin bununla bərabər birini söymüş, birini iftira atmış, onun malını haqsız olaraq yemiş və ya bunun qanını tökmüşdür. Bundan dolayı onun yaxşılıqlarından götürülərək bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənərsə, o zaman haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs cəhənnəmə atılır.